Bismillah ve salatu ve selamu ala Resulillah əmmə ba'd. Ən birinci Allah Teala'nın bütün nemətlərinə çoxlu şükürlər olsun. Allaha ki, Allah Teala bizə böyük nemətlər verib. Və Allah Teala bizi sağ-salamat Ramazana çatdırsın, güc versin. Ramazan ayında oruclarımızı əda edək və Allah Subhanahu Teala'nın razı olduğu, qaldığı qullardan olaq. Və sonra, sevgili qardaşlar, bugünkü xatırlatmaq istədiyim şey birinci özümə və sonra da sizə ölüm haqqındadır. Çünki ölüm elə bir şeydir ki, onu hamı dadacaqdır. Heç kəs ondan qurtara bilməz. Necə ki, Allah Teala da buyurur ki, sizi hər vəcihlə qaçdığınız, bəhanə axtardığınız, uzaqlaşmaq istədiyiniz ölüm haqlayacaqdır, harada da olsanız. Və ona görə də ölümü xatırlamaq lazımdır. Bu bir qapıdır ki, hamımız keçməliyik oradan. Bu dünyada heç kəs əbədi qalmayacaq. Sadəcə ölüm haqqında fikirləşmək insana fayda verir. Çox şeydə. Birincisi, ölüm nədir? El-Mevt. Ölüm odur ki, həyatı olan hər bir şey, yəni əbədiyyən bu həyatdan qurtaracaqdır, yəni əbədi ayrılacaqdır, yəni öləcəkdir, o mənadadır. Və əlbəttə ki, insanların çoxsu bundan qəflətdədir. Yəni çoxsu qəbul eləmək istəmir. Hətta bəzən olur ki, danışma. Çünki danışanda qorxur. Amma həm də fikirləşmir ki, yəni baxmır ki, bundan heç kəs qurtara bilməyib. Yəni güclüsü də olub, pullusu da olub, hər bir işə gücü çatanlar da olub. Amma görürsən ki, ölümə heç kəs qalib gələ bilməyib. Və buna qalib gəlmək mümkün də deyil. Çünki Allahın əmri gələndə nə bir an gecikər, nə bir an qabağa keçər. Və ona görə də yəni, ölümü xatırlamağın faydaları var. Və ölümü faydaları odur ki, birinci, ümumiyyətlə ölüm nə üçündür? Ölüm insanı xatırlatır. Birinci odur. Neyi xatırlatır? İnsan öldükdə bilir ki, artıq görür mələkləri və son anda ölüm anı gəlir və o artıq peşman olur. Və o peşmançılıq da heç bir fayda vermir. Və ona görə də xatırlatmaq fayda verir. Yəni, özü insan birinci xatırlatmalıdır. وَجَاءَ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ ذَٰلِكَ مَا كُنْتَ مِنْهُ تَحِيدِ. Allah Teala Quranda da buyurur ki, ölüm sərxoşluğu gələndə sən ondan hər bir yoldan qurtulmaq istəyirdin, qaçmaq istəyirdin, ancaq haqqdır ki, ölüm sərxoşu gələcək. Və həmçinin insan başa düşməlidir ki, ölüm onu səhvlərini düzəltməlidir, günahlarından tövbə etməlidir, günahlar etməməlidir. Ölüm onu faydalandırır. Nəyə görə? Çünki ölüm elə bir andır ki, bilmirsən ha vaxtın qutarır. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, İnnə min iqtirabi saati ən yəzhara mevtul fəcəti. Deməli, qiyamət günün yaxınlaşması saatinin əlamətlərindən birisi odur ki, ani ölümlər çoxalacaq. Ölüm çoxalacaq. Yəni, insana ha vaxt olsa gəlir. Yəni, birinci onu fikirləşmək lazımdır ki, heç bir vaxt sən bilmirsən ki, hansı vaxt gələcək, hansı yaşda gələcək, harada gələcək, necə gələcək. Çünki bu Allah Teala'nın elmidir. Burada bir məsələni qeyd edeyim, xüsusən, mövzuna umumən aiddir. İnsanlar hər bir şeyə inanırlar, hər bir şey deyir. Amma siz fikir verin, Quran və sünnə, yəni İslam dini buyurduğu kimi hər şey öz qaydasında gedir. Məsələn, biri belə danışır, elə danışır, sübutsuz, dəlisiz, xəyallar, fəlsəfə, kəlam, filan, peşman. Amma
Quran deyir ki, insanı yaratdıq, həqiqətən baxırsan ki, nədən yarandığı məlumat verir. Da meymundan zat, belə şeylər yoxdur. Doğrudan da həyat bu cür gedir. Yəni Allahın dediyi. Və insan böyüyür, bəziləri deyir böyüyür, bəziləri böyümür, yəni kişi yaşlandı dünyasını deyir. Bəziləri mömin kimi yaşayır, bəziləri rəzil kimi yaşayır və s. Hamısı elə gedir. Və sonra onun vaxtı gələndə ölüm onu haqlayır. Və yəni bunlar hamısı görürsən ki, insan həyatdan yaşadığı vaxt Allah necə buyurub, o cür də gedir. Yəni bu bir hikmətdir və bu bir ayətdir, bu bir möcüzədir həm də. Möcüzə axtaranlar üçün. Və ani ölümlər nə deyir? Çoxalır. Yəni ona görə də insan bilmir ki, ha vaxt dünyasını dəyişəcək və az hazır olmalıdır həmişə. Əl-ləzi xalaqal mevte vəl həyətə liyəbluvakum əyyukum əhsanu amələ və huvəl azizul qafur. Allah Subhanahu ölümü və həyatı yaratdı ki, sizin hansınızın yaxşı əməl sahibi olmasını bilməsi üçün. Allah Teala hər şeyi bilir. Və Allah Teala yəni birinci ölümü dedi. Yəni bu həyat dedi. Bu həyat əbədi olmadığına yenə ölüm adlandırdı. Yəni ölüm odur ki, dedik ki, biri yaşayan bir canlının sonu deməkdir. Yəni axır ondan qurtarması deməkdir. Nədir? Və həyatı yəni əbədi, axirət həyatı. Ora əbədidir. Ona görə həyat adlandırır. Həyat var orada. Yəni sizin hansınızın yaxşı əməl sahibinin olmasını bilməsi üçün. Yəni Allah Teala hər şeyi bilir. Ya sənə odur ki, qiyamət günü sən deməyəsən ki, mən bunu bilmirdim, mən bunu başa düşmədim. Əlhəmdülillah, hər şey rahatdır, gözəldir. Dərinə getmək, yəni o şeylər ki, qeybi məsələlərdir, o məsələlər, yəni elm onu dərk eləyə bilmir. Yəni o şeylərə getmək lazım deyil. İxtilaflar, problemlər yaratmaq lazım deyil. Və ona görə də nədir? Rahat bir şəkildədir. Və hətta Rasulullah sallallahu aleyhi və səlləm Allah Teala'nın sevdiyi bir insan və ən üstün tutduğu bir insan, insanların ən xeyirlisi innəkə məyyitun və innəhum məyyitun. Sən də deyil, öləcəksən. Onlar da öləcəkdir. Heç kəs bu dünyada qalmayacaqdır. Yəni, heç kəs bundan qutara bilməz. Kullu nəfsin zəiqatul məvud və innəmə tuvaffuna ucurakum yevməl qiyaməti fəmən zuhzihə anin nari və udxiləl cənnətə fəqad fəz və məl həyatüd dünya illə mətəul qurur. Hər bir canlı ölümü dadacaqdır. Və hər kəsə nə inibsə ona görə də mükafatı veriləcək, cəzası veriləcəkdir. Kim cəhənnəmdən qurtulub cənnətə gedərsə, artıq qazanıb. Yəni, bunlar hamısı Allah Teala'nın bizə verdiyi nədir? Mövzələrdir. Yəni, fikir ver. Yəni, sənin iki əməlin var, iki yolun var, yaxşı və pis. Və həyat, dünya həyatı ancaq deyir, nədir? Aldadıcı bir şeydir. Və ona görə də bu dünyanın aldatmasına inanmayasan gelir. Və hər bir canlı ölümü dadacaqdır bircə Allahdan başqa. Çünki yəni burada onu deyir ki, kullu mən əleyhə fan. Yəni nə varsa yer üzərində hamısı nədir? Fanidir. Bircə Allahdan başqa. Allah ölməz, əbədidir, yorulmaz və Allah Teala mürgü vurmaz, yatmaz. Yəni onlardan, bu sifətlərdən ucadır Rəbbimiz. Allah Teala hər vaxt, hər zaman hər şeyə nəzarət eləyir və bu onun üçün çətin deyil. İstədiyin yaradır, istədiyin öldürür, istədiyin dirildir. Yəni onun hikməti ilə, onun elmi iləndir hər şey. Yəni o yenilməz qüdrət və qüvvət sahibidir. Və ona görə də nədir? Hər bir insan ölümü dadacaqdır. Yəni bu odur ki, insan bunları fikirləşməlidir. Və ona görə də burada bir məsələ də çıxır. Bəzən olur ki, insan görürsən ki, narahat olur, dünyada gedən məsələlər kimsə nəsə deyir, kimsə nəsə eləyir. Yəni o qəlbivə ki, sənin axirət imanında olub və bilirsən ki, haqqı hesab var, insan ölümü dadacaq, onda sənin üçün rahat olur. Nə üçün? Çünki heç yerə gedə bilməyəcəkdir. Heç yerə qaça bilməyəcək, nə ölümdən, nə haqqı hesabdan. Yəni ölüm nə üçündür? Ölüm odur ki, yəni bu dünyaya nə üçündür? İmtihan üçün gəlmişsən. Ölüm nə üçündür? Bu dünyanın ahirətə getmək üçün bir vasitədir. Yəni ölməlisən ki, o dünyaya gedəməsən. Yoxsa mümkün deyil. Sən diri-diri birbaşa oradan keçib gedə bilməzsən. Mütləq ölməlisən, bərzəx həyatında müəyyən vaxt qalmalısan
yenidən dirilməlisən, sonra hesaba çəkilməlisən. Rabbana əməttənə snətəyni və əhiyyəytənə snəteyn. Ey Rəbbimiz, sən bizi 2 dəfə öldürdün, 2 dəfə də diriltdin. Yəni 2 dəfə ölü idik, birinci heç yerdə yox idik. Allah Teala bizi yaratdı. Heç yerdə yox idi. Birinci insan fikirləşsin ki, məsələn, insanın 30-40 yaşı var. Soruşsun ki, 30 il bundan, 35 il bundan mən hardayım? Yox idin sən. Heç yerdə yox idin. Heç kəs də bilmirdi ki, sən olacaqsan. Aydındır. Deyir, bir dəfə sən bizi 2 dəfə öldürdün. 2 dəfə ölüm nədir? Bir dəfə yox idin, Allah Teala səni var etdi. Və bir də öləcəksən. Hansı ki, bax, bu ölümdür ki, insan bu dünyada öləcək və bir də diriləcəksən, qəbirlərdən çıxıb hesaba çəkiləcəksən və mükafatı alacaqsan, hara layiqsənsə. Deməli, 2 dəfə ölüm oldu. Bir, dünyaya gəlməmişdən qabaq yox idin, bu birinci ölüm, sonra dünyaya gəldin. Bu birinci diriliş. İkinci ölüm, həyatdasan, sonda, ömrünün sonunda dünyayı dəyişirsən, ölürsən və bu ikinci ölüm və ikinci diriliş də odur ki, qəbirlərdən sur salınır, çıxırsan hesaba çəkilmək üçün. Rabbana əməttənə snəteyn və əhiyyəytənə snəteyn. Yəni, bizi 2 dəfə öldürdün, 2 dəfə diriltdin. Yəni, ayətlər həqiqətən də belədir. Həyatda bu cür gedir. Və başqa nəsə, neylərisə fikirləşir insan diriləcək nə vaxtsa. Gəlmişin elmi işlər aparırlar. Elmi işlər nəyə lazımdır ki? Allah sonra mütləq diriləcəksən sən. Biri də aparıb suyun içinə qoyub ki, ha vaxtsa nəsə tapılacaqdı, diriləcəkdi. 100% diriləcəkdi. 100% yox, milyard faiz. Milyard faiz diriləcəkdi, insan hesaba çəkiləcəkdi. Və görürsünüz, insan imandan uzaqlaşanda, haqdan uzaqlaşanda görə ağlarına nə gəldi? Və ona görə də ölümü həmişə fikirləşmək və ölümə hazır olmaq lazımdır. Və həmçinin ölümü Allah Subhanahu Taala müsibət adlandı. Fəsabətkum musibatul maut. Və Allah Taala, bu Quranda da buyurur ki, ölüm müsibətdir. Var dövlətindən ayrılırsan, ailəndən ayrılırsan, dostlarından ayrılırsan, uşaqlarından ayrılırsan. Və hətta Rasulullah sallallahu aleyhi və səlləm ölüm yatağında olanda deyir, la ilahə illallah, innə lil mautu səkaratin. Deyir, la ilahə illallah, həqiqətən də ölümdə bir sərxoşluq var, ölüm sərxoşluğu. Narahat olmur insan. Elə bilmə ki, rahatdır, çətindir, ayrılıq. Bu dünyada ayrılırsan, bu dünyada məsələn yaxınlarına ayrılırsan və həm də sənə nələr gözləyir, qarşıda sənə ağır imtihanlar var. Çətindir ölüm. Və ona görə elə belə asan fikirləşmə. Və bəzən insanlar deyir, mən ölümdən qorxmuram. Yox. Yalan danışmaq olmaz. Sən ölümü bilmirsən nədir? Ona görə sən ondan xəbərsizsən, ona görə deyirsən. Sən ölüm dəhşətin. Deyir, müminin ruhu bədənindən çıxanda elə bil ki, bir damcı su düşdü. Rahat şəkildə. Amma kafirin canı çıxanda kol-kosa dolaşmış yun kimi alınır. Xırıldayır, təsəvvür edirsən o anı görmək. Və o insan fikirləşir, ölüm mələklərin görmə anı. Sən deyir, onların mələklərdir, yanlarına vura-vura canlarını aldığın vaxtı görəydin. Hansı adam ki, deyir, mən ölümdən qorxmuram, boş şeydir. Əlbəttə ki, sən görəcəksən onu. Sən onsuz da hələ bir insana nəyə başqa salacaqsan artıq, heç nə. Sən nəsiyyət edirsən, deyirsən, məsələn, ibrət al, sən yox idin, bax, sən nətə Allah Teala yaratdı, böyüdün, sənə can verdi, qan verdi, ruh verdi, övlad verdi, filan. Böyük alimimiz Şeyx Albani Rəhmətullahi Aleyhinə deyir, haqqı istəyənə bir dəlil kifayətdir. Yəni, haqqı istəməyən adama, başa düşmək istəməyən adama 100 dənə dəlil gətirsən də xeyri yoxdur. Və bir belə ayətlər var, bir belə məsələlər var, görürsən ki, insan fikirləşmir. Və ona görə də sən özün çalış. Nə üçün deyir ki, özü və ailəni cəhənnəm odundan qoru. Sən narahat olma. Allah Teala haqqı hesaba verəcək hər şeyi. Və sən özünü qoru, hər kəsən özünü qorumalıdır. Və Rasulullah sallallahu aleyhi ve sellem də buyurur ki,
bütün ləzzətləri məhv eləyən dağdan ölümü tez-tez xatırlayın. Ölümü nədir xatırlamaq insana fayda verir. Və həmçinin insan nemətlər hamısı əlindən gedir. Bilməlidir ki, yəni onun qazandıqları, onun can atdığı, yəni günahlara getdiyi o nemətlər nədir? Onun əlində qalmayacaqdır. Və nədir? Hamısı gedəcək. Və insan nədir? Qafil olmamalıdır. Əsas səbəb odur ki, yəni çox yaşamaq, arzulamaq və bu ölümü yaddan çıxarmaq insanı neyir? Günahlar eləməyə və həddindən artıq ibadətlərdən uzaq durmağa, həddindən artıq dünyaya qapılmağa, hər şey eləməyə hazır olur. Haram, fikir vermir, bilmir, fikirləşmir ki, nədir? Bu dünyadan gedəcəkdir. Və ona görə də İbn Ömər radiyallahu anhuma Rasulullah sallallahu aleyhi ve sellem deyir, bir gün mənim çiyinlərimdən tutub dedi ki, bu dünyada elə yaşa ki, elə bir ki, bir qəribsən, qonaqsan, ya da bir yol keçənsən. Yəni qonağa nə lazımdır, yol keçənə nə lazımdır? Yəni kiçik bir yemək, biraz yol azuqəsi. Ya bu dünya elədir. Yəni hələ yaxşı deyir. Və Rasulullah sallallahu aleyhi ve sellem sahabələrinə nədir? Zahid olmağı öyrətirdi. Yəni dünyaya bağlanmamaq. Ona görə də onlar görürsən ki, Allah yolunda vuruşurdular, çalışırdılar, ibadət edirdilər və ömürlərin buna sərf edirdilər hamısını. Və həmçinin İnsan zikr eləməlidir, xatırlamalıdır, vaxtını çoxsun boş şeylərə ayırmamalıdır. Və həmçinin insan vəsiyyətin etməlidir. Yəni, heç vaxt bilmir ki, onun ölümü nə vaxt gələcəkdir. Yəni, vəsiyyət nəyə görədir? Yəni, Allahın haqqı var, qulların haqqı var. Yəni, Allahın haqqı odur ki, məsələn, o öləndən sonra bəzən görürsən ki, bidətlər, xurafətlər eləyirlər. Olmaz, ona vəsiyyət eləməlidir. Və yaxud da ki, borcu var, məsələn, qulların haqqı, insanların haqqı, kimə nə verməlidir? Nədir? Rasulullah sallallahu aleyhi ve sellem həmşə yastığının altında deyir, vəsiyyətin olmalıdır. Nəyə görə? Çünki ölümü daima xatırlayırsan. Sən bilmirsən sən nə vaxt öləcəksən və səni ölüm nə vaxt haqlayacaqdır. Və ona görə də yəni, bu vəsiyyət də səni həm ölümü də xatırlatır. Və həmçinin dediyim kimi, faydalar odur ki, ölümü xatırlamaqda insana nə olur? Ahirəti xatırlatır. Rasulullah sallallahu aleyhi ve sellem buyurdu ki, Zurul qubura fə innəhə təzəkkurukumul əxirə. Deyir, qəbirləri ziyarət eləyin. Ziyarət eləyin deyəndə gedib orada qəbirdən nəsə kömək istəməyə yox. Gedirsən ora. Məsələn, orası girəndə birincisi, oranın qəbirstanlığa girən dua var. Yəni, onu oxuyursan. Sonra girirsən, məsələn, Rasulullah sallallahu nədir? Onu ölümü xatırlayır, ahirəti xatırlayırsan. Ki, sən də, məsələn, dünyağı dəyişəcəksən. Görürsən, burada elələ insanlar vardı ki, məsələn, güclü idilər, imkanlı idilər və güclü hər bir şeylər vardı. Amma bugün heç nələr yoxdur. Yəni, ölümü xatırlatır. Və həmçinin ölümü xatırlamaq insanı günahlardan çəkindirir, Allaha yaxınlaşdırır və bilir ki, Allahdan uzaq düşsə və ölüm onu haqlasa vəziyyəti yaxşıdır və ona görə tövbəyə tələsir, yaxşı işlər görməyə tələsir və həmçinin ölüm insanı ibadətlərə, itaətlərə, xeyr əməllərə sövq eləyir və pis əməllərdən çəkindirir. Qəlbi xəstəlikləri insandan uzaqlaşdırır. Qəlbin xəstəlikləri nədir? Kin, kudurət, nəfsin istəyi və yaxud da biganəliklə, nə dünyadan bezmək. Yəni, bunlar hamısı insanın qəlbinin içində olan xəstəliklərdir. Və onlara fayda verir. İnsan başa düşür ki, mütləq bu çətinliklər bir gün gedəcək bu dünyadan, mütləq bunların etdikləri savabın, mükafatını alacaq. Və ona görə də çalışır ki, ölümü həmişə xatırlasın. Və həmçinin ölümü xatırlamaq gözəl sonluqla nəticələnir. Çünki bilirsən ki, ibadətləri eləməlisən, yaxşı işlər görməlisən ki, bilmirsən sən nə vaxt dünyavı dəyişəcəksən, nə vaxt öləcəksən. Və ona görə sənə fayda verir ki, sonda sənin üçün yaxşı olsun, yaxşı əməllər xətm olunsun sənin üçün, yaxşılıqla. Və ona görə
həmçinin insan çalışmalıdır ki, ölümü başqalarına da xatırlatsın, yadına salsın, desin və insanın qəlbindən, özündən həsədi çıxardır, kin çıxardır, paxıllıq çıxardır və başqalarına da bunu tövsiyə edir. Və ona görə də inşallah Allah Subhanahu taala'dan istəyirəm ki, Allah Taala bizim qəlblərimizi islah etsin və Allah Taala bizə gözəl sonluq nəsib eləsin. Allah bizi bağışlasın. Allah Taala dünyasını dəyişən bütün müsəlmanlara Allahdan rəhmət diləyirəm və Allah Taala onların sorğu-sualını rahat etsin, qəbrin nurla doldursun və qəbir əzabından qorusun, sorğu-sualından rahat etsin və Allah Subhanahu taala onların da qəbirlərin cənnətdən bir güşə etsin və bizə də gözəl sonluq nəsib eləsin. Allah xəstələrimizə şəfa versin. Allah Taala əskərlərimizi qorusun, hərbiçilərimizi qorusun, ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah bütün müsəlmanlara kömək olsun. Allah Taala düşmənlərimizi məhv eləsin, fitnələrin özlərinin başlarında çatlatsın. Allah Taala ölkə başımızı qorusun, onun haqqını cəzisi etsin. Allah bütün işlərində uğur versin, güc versin və Allah Taala şəhidlərimizə rəhmət eləsin. Allah Taala həmişə bizi xeyir içərisində etsin. Allah bizi halal, rahat ruzilərlə mükafatlandırsın və Allah Taala bizi həmişə xeyrin açarı etsin, şərri bağlayan etsin. Subhanakallahumma və bihamdik nəşhədə ən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk.